Salam dəyərli dostlar, dəyərli həmvətənlər, hər birinizi salamlayırıq. Bugünkü aksiyada inşallah aksiyanın təşəbbüskarı Orxan qardaşımız Ağayevdir və digər dəyərli dostlarla bir yerdə bu aksiyanın dünəndən 15 iyundan başlanmasına start vermişik inşallah. Bu günləri İlham Əliyevdən bu mətin qızlarımızın azadlığını tələb edirik. 15 xanımların, bunların 9'u jurnalistdir, 6'sı inanclı dəyərli bacılarımızdır. İlham Əliyev, sən özün qəşəng bilirsən ki, səndə qəşəng məlumat var ki, bu xanımlardan ikisi xəstədir, onkoloji xəstədir. Səndən konkret şəkildə, net şəkildə qeyrətin olsun, əxlaqın olsun, bu xanımların azadlığını səndən tələb edirik. Aksiyamızın səbəbi Almaniyanın Berlin şəhərində kanslerin iqamətgahının düz girişində 9 xanım jurnalistimiz, 6 inanclı bacımız üçündür. Bunlar aclıq aksiyası keçirdirik. Artıq aksiyamızın ikinci günüdür. İlham Əliyevdən, Mehriban Əliyevadan bizim tələbimiz bu 15 xanımın qeyri-şərtsiz azadlığıdır. Çünki bunlar heç bir cinayət eləməyiblər. Azərbaycan hakimiyyətinin jurnalistlərimiz ancaq korrupsiyanın aslını ifşa ediblər. Xalqımızın problemlərini işıqlandırıblar. Bu möminə bacılarımız isə imam ehsanı payladıqları üçün həbs olunublar. Yəqin ki, Azərbaycan hakimiyyəti bir günləri bilirsiniz ki, həqiqətən də nə qədər sərt iş tutmuşsunuz. Biz sizi bu xanımların azad olmasına səsləyirik. Azad edin ki, bunların da evində ailələri var, anaları var, gözləyən həyat yoldaşları var. Azad et, İlham Əliyev. Bu qədər olmaz.